Herkese salam, kanalıma xoş gəlmisiniz. Müğənni Kərim Abbasov yaxın dostu olan aparıcı Çinarə Əliyevanın övladı olma münasibəti ilə ona qurban payı gətirib. Həmin görüntüləri o sosial şəbəkə hesabında paylaşıb. Sözü gedən foto və videoları sizlərə təqdim edirəm. Ay çok mübarek, çok mübarek. Çok mübarek. Çok mübarek. Çok mübarek. Patasız adı da var. Çok mübarek. Çok mübarek. Gözünüz aydın. Gözünüz aydın. Gözünüz aydın. Çok şükür. Çok şükür. Hay Allah. Çok sevindim. Allah mübarek eylesin. Ayaklar. Ha? Ha? Ha, gelsin. Gelsin. Bu ne güzel. Ha, gel. Canım benim, çok sağ ol. Ne isteyeceğim de? Kurbanım var idi. Ha? Kurban demiştim. Ben demiştim de salamat olsun. Sen kurban olsun. Allah sen o yüreğine göre getirsin inşallah. Allah sen Ne yaxşı balımı ki xoşbəxt varsan. eləsin. Allah Canım benim. gözü dolsun. Çok sağ ol. Bilirsen necə sevindirin bizi. Hoş geldin Medine. Allah kömək olsun. Sağ salamat. Geldik otağımıza. Kıyamettir. Ne güzeldi. Ay. Ay Allah inşallah sağ salamat. Səni xoş gördük. Heyecanlıyım. Həyəcan lazım deyil. Hər şey yaxşı olacaq. Ay, Bugün gözləmişik. çok güzel. Nələrdən keçdik. Düzdür, acı günlərimiz də oldu. Amma onlar geride qaldı. Ağlamaq lazım deyil. Hər şey yaxşı olacaq ürəyimlə. Sevmək lazım. Çok teşekkür otağımız. Sən paltarını değiş. He. Amin. Heyecanla gözlədiyim an və doktorumun mənim üçün hazırladığı bir dənə libası istəyirəm sizə göstərim. Hamı düzdür, bax belə giyinir. Amma biz fərqlənmək istədiyimiz üçün bir dənə baxın, mənim üçün necə özəl. Hələ papağıma baxın. Bilməm belə şeylər, pırpırı şeylər xoşduram. Bir dənə buna baxın, nə gözəldir. Hətta arxada bax belə bantika da var. Necə gözəldir. Mənim üçün doktorum özəl hazırlaşıb. İnşallah xeyirli uğurlu olsun. Otağımda VIP. Gördüyünüz kimi belə çamadanım. Hələ bura baxın. Gözəlliyə baxın. Bugün şarlarla da inşallah bəzənəcək. Masama hər şey. Mətbəx nə kimi var. VIP bax belə olar. Görürsünüz hər şey yüksək səviyyədə. Hazırsan? Hazırım ben.
Mənim kimi ilk dəfə ana olanlar əlbəttə ki, uşağı süd vermə prosesini bilmirlər. Mən bu günləri Sevinç xanımla tanış oldum və bilmədim ki, doğrudan da Bakıda, Azərbaycanda belə bir şey var, belə bir sistem var. Uzman əmizləyici məsləhətçisi və Sevinç xanım o qədər mənə detalları öyrətdi ki, uşaqla rəftarı və necə süd vermək lazımdır, ilk toxunuşlarda necə olur və sizə çox böyük təşəkkür edirəm. Mən demək olar ki, çox şeylər öyrəndim. O qədər suallar verdim ki, mənə ətraflı da məlumat verdi və bunu da bilmirsinizsə, xəstəxanaların bəzi xəstəxanalarda var, amma bizim Sevinç doktorumuz həm də uzmandır, mütəxəssisdir bu üzrə. Ümumiyyətcə, necə olmalıdır? Bax, uşağa ilk, məsələn, məndən görsə ilk hamiləliyimdir və ilk uşağımdır deyənə çətin idi proses, amma indi öyrəşmişəm get-gedə. Necə olur? Gözəl, öyrəşməyiniz daha yaxşı, öyrəşməyiniz üçün də biz hər zaman sizin yanınızdayıq. Uşaq döşü tam mənimsəyənə kimi biz sizin yanınızdayıq hər zaman. Bəzi gözəl mamalarımız deyir ki, uşağım döşü götürmür, uşağım döş əmmir, uşağım heç cür qəbul eləmir. Belə bir şey yoxdur. İlk gündən uşaqlarınızı əmizdirin, gözəl, sevimli analarımız. Yəni ki, ən gözəl qida, ən gözəl uşaq vitaminli yəni ki, ana südüdür. Ən gözəl qida yenə də ana südüdür. Uşağım döşü götürmür deyə bir anlayış yoxdur. Nə vaxt istəsəniz, mənim adım Sevincdir, mən sizə köməklik eləyə bilərəm, hər zaman sizin yanınızdayam. Yəni bunun heç bir çətinliyi yoxdur. Və uşaqla da ən gözəl, doğrudan da bax, International birdəyi, burada bax, Sevinç doktorla həm də məsləhətləşərsiniz, hətta əlaqə nömrəsində götürmüşəm ki, mən bağlı olanda birdə nəyisə düzə, dedim, narahat olma və uşaqla elə bir ananın sevgisi bir-birinə bağlı. Belə uşaq həyata gələndə adam biraz belə başa düşmür analıq hissini, amma süd verəndən sonra tamam ayrı ab-hab olur. Doğrudan da Bir arasında bağ möhkəmlənir, uşağın immun sistemi daha güclü olur. Bəzi mamalarımız var ki, onu yəni ki, deyir ki, mən simis verirəm, mənim uşağım daha az xəstələnir. Digər mama ana südü verir, onunki daha çox xəstələnir. Amma siz onu indi bilə bilməzsiniz. Onu gələcəkdə uşağın IQ səviyyəsinin yüksək olmağından, uşağın daha ağıllı olmağından, ana ilə uşağın arasındakı bağın möhkəm olmağından bilə biləcəksiniz. Hal-hazırda siz ona qərar verə bilməzsiniz ki, mənim uşağım ana südü əmir. O daha vitaminsizdir və yaxud da ki, simis götürür, daha vitaminlidir. Bu səhv düşüncədir. Ana südü, yenə də ana südü. Biz getdik. Gelin sağ salamat. Allah kömək olsun. Sağ salamat. Geldik qapımıza. Qiyamətdir. Ne güzeldir. Ay Allah, inşallah sağ salamat. Səni xoş gördük. Həyəcanla lazım deyil. Hər şey yaxşı olacaq. Bugün gözləmişik. Nələrdən keçdik. Düzdür, acı günlərimiz də oldu. Amma onlar geride qaldı. Ağlamaq lazım deyil. Hər şey yaxşı olacaq ürəyimlə. Sevmək lazımdır. Çok teşekkür ederim. Sen paltarını değiş. Hə.